Sual. Allahın adlarına iman gətirmək necə olur? Yadda saxlayın. 1. Etiqad etməlisən ki, o adlarla Allah özünü adlandırıb. Əksi nədir? Kimsə Allahı adlandırıb. Yox, qardaşım. Yaratdıqlarından, Allahın yaratdıqlarından heç kim Allahı adlandırmayıb. O gözəl adlarla Allah özünü adlandırıb. Sən buna etiqad etməlisən. Ən birincisi. Allahın adlarına iman gətirmək istəyirsənsə, səhi iman gətirmək istəyirsənsə, etiqad etməlisən ki, o adlarla Allah özünü adlandırıb. Peyğəmbər sallallahu aleyhi və səlləm dualarının birində deyir ki, Allahümmə inni əsəlukə bi kulli ismin huvə ləkə. Allahım, səndən istəyirəm o adlarla ki, bütün adlarınla səndən istəyirəm. Fikir verin, səmmeytə bihi nəfsək. O adlarla ki, sən özünü adlandırmısan. Məşhur duadır. Sən özünü adlandırmısan. Deməli, o adlarla Allah özünü adlandırıb. Heç kim Allahı adlandırmayıb. İkinci, sən etiqad etməlisən ki, Allahın bütün adlarının daşıdığı nə var? Məna var. Birdən etiqad etsən ki, Allahın elə adı var ki, cəmiddir, qurudur, quru boş addır. Sən Allahın adlarına iman gətirməmsən. Babək, bütün Allahın adlarının hamısının mənası var. Özü də ən gözəl mənalardır. Buna etiqad etməlisən. Vallahi firqələr var ki, onlar buna iman gətirməyiblər. Hansı firqədir, kim deyər? Yox, onlar deyirlər məna var, biz bilmirik. Deyirlər mənası var. Allahu ələm, mən deyirəm mənanı inkar ediblər. Mu'təzillər, cəhmiyyələr ümumən, cəhmiyyələr həm adları inkar ediblər, həm də sifətləri. Mu'təzillər adları saxlayıblar, sifətləri inkar ediblər. Deyiblər ki, məsələn, alimun bilə ilm. Alimdir amma elmsiz. Qurudur, quru boş addır. Səmi'un bilə səmi'. Eşidəndir amma eşitmir. Qəribədir.